Namazı niyə öz dilimdə qılmamalıyam? Ərəbcə niyə Yəni bir qılmalıyam? insan artıq namaz qılmaq səviyyəsinə gəlibsə, demək ki, bu insan Allahın o əzəmətin, o möhtəşəmliyi görür ki, onu namaza tökmək istəyir də, o heyrətin. Subhanallah, bütün nöqsanlardan uzaqdır. Bəli. Elhamdülillah, hər kimdən hər kimə əzəldən əbədə həmd varsa, bu Allaha məxsusdur. Bunu anlayaraq demək ki, namaz qılır. Namaz 2 dəqiqəlik, 3 dəqiqəlik, 5 dəqiqəlik az bir ibadət. O ibadətə o əzəməti sığışdırmaqdır. Orada da əlbəttə ki, kəlamullahın əzəmətinin yerini orada heç nə tuta bilməz. Orada Quran ayələri sən Allahın kəlamını ifadə edirsən. Birbaşa Allahın öz Onun sözü. huzuruna onun kəlamı ilə gedirsən sən. Niyə tərcümə edeyim ki? O əzəmətin yerini əlbəttə ki, sən 4 dəqiqədə nəylə doldurasan 4 dəqiqədə. Belə etsən 4 saat ibadət eləmək istəyirsən bəlkə də. Amma sən o ibadət eləyəcək səviyyəyə gəlmisən, sən yenə deyirəm, o Allahın o əzəmətinə, o heyrətini ifadə edirsənsə, zaten onun ən gözəl ifadə kəlmələri kəlamullahlandır. O əzəməti ifadə etmək üçün ən gözəl kəlmə kəlamullah. Yox, sən qıraqdan bir bəhanə eləyən adamsansa əgər, onda o sənin işin deyil də, qoy Allaha inananlar o heyrətini bu şəkildə ifadə eləsinlər. O sənə qalmır. Necə ki sən bir mətni ingiliscə danışırsan, oxuyursan, öyrənirsən, ona vaxtını sərf edirsən. Qoy bir inanan insanda o 2 saatını sərf eləsin. O kəlamullahın əzəmətin yerini çünki başqa şey doldura bilməz. İnanan insan zaten 2 saatını ona ayırar yəni. Onun üçün problem deyil. İnanmayanda bəhanədir də o.